Salam, hər vaxtınız xeyir olsun. Yenə Şuvalandayam. Sizlərə 36 sotun içərisində gözəl bir ev göstərəcəm, villa göstərəcəm. Dəhşət bir şeydir. Həyətdə quşların səsini eşidirsiniz. Mahnı deyil ha, dəyərli izlə, mahnı deyil. Bura bir ərazidir, Allah Taala'nın göndərdiyi quşlardır. Bax burada cək-cək vurur. Əzizlərim, mənim dəyərli izləyicilərim, sizə qurban olum. Quşların öz səsidir. Valla mahnıdır. Başlayaq. Bəsdir, şikayət elədim. Dəyərli izləyicilər, Şuvalandayam, dəniz yolunda. Şuvalan Parkın qarşısında. 36 sotun içərisində inşa olunmuş, keyfiyyətli, səliqəli, səhmanlı, bağlı, bağatlı bir sizə villa təqdim edəcəm. Ümumi giriş qapıdan içəri girirsən, düz belə bir yer ayrılıb. Maşın saxlamaq üçün zolaq buraxılıb, maşın saxlamaq üçün. Sırayla sonra şam ağacı əkilib. Baxın, elə bil ki, əskərdilər, bir sırada durublar. Mən də onların sırasında. Şam ağacı. Sonra təzədən yenə də burada bir zolaq buraxılıb, düz gedir qonaq otağına. Onun qabağında hovuz var. Göstərəcəm sizlərə. Sonra keçirik yenə, düşürük üzə aşağı. Qapıdan dönəndə sağ tərəfə. Yenə maşallah, maşallah bax, sırayla şam ağacları əkilib. Bu arada evin demək olar ki, mərkəzində, bax bu evin mərkəzidir. Bu arada bir dənə burada açıq, yuxarıda söhbətgah var, açıqdır, yaşıllığın içərisində. Bir dənə də ondan o tərəfə bağlı, yanları bağlı belə bir yelkənlə bağlı bir söhbətgah var. Sizə təqdim edəcəm. Sonra keçirəm. Buradan döndün, düz burada. 2 maşınlıq, hətta 3 maşınlıq qaraj, avtomatik olaraq darvazası var. Sonra dəyərli izlə görürsünüzsə, bax, buradan hamısı sırayla, baxın, sıralama olaraq sırayla belə düz evin axırına qədər şam ağacları, dekorativ ağaclar, meyvə ağacları, Şuvalanın, Mərdəkanın ən çox dadlı olan əncir ağacı, maşallah, açıq, gözəl bir bura güşədir, oturmaq üçün nəzərdə tutulub. Keçəcəm, sizlərə təqdim edəcəm. Sonra, bura, qarajdan sonra, qaraj bura qədərdir. Qarajdan sonra isə buradan düz axıra qədər yenə də burada 2 dənə yataq otağı, sanitar qovşağı, mətbəx, kim istəsə gözətçi evi, kim istəsə qonaq evi kimi eləyə bilər. Budakı həyətdə, bura bax, həmmisinin yeri, itin yeri. Hello. Sonra, baxın, bu gəldik, oradan düz gələ-gələ gəldim, düz divara. Divardakı maşallah, düz axıra qədər hamısı portretlərdir. Düz axıra qədər. Sonra burada təndir var, keçəcəm. İndi buradan keçin bu tərəfə, təqdim elə. Gəl, keçək. Birinci təqdim etdiyim, baxın, bu yer qəşəng, yayda, məclis eləməyə, ad günü eləməyə, üstü açıq, yanları açıq, işıqlandırması olan gözəl bir məkandır. Baxın, bu məkan. Sonra, bundan sonra keçirəm. Altında şəlaləsi olan, altında akvariumu, belə deyim, balıq da saxlamaq olar. Maşallah, gözəl bir güşə düzəlib, suyu var. Bu söhbətgahdır. Gözəl bir söhbətgahdır. Qalxırıq daxilinə. Yanları bütöv olaraq cam balkonda açılır axıra qədər. Daxilində, qorxdum. Elə bir şüşədir, elə bildim, düşdüm aşağı. Burada şüşə eləyiblər, oradan da şüşə eləyiblər. Çox gözəl, oturub dincəlmək üçün nəzərdə tutulub. Televizoridir, hər bir şey var buranın. Burada necə? Televizoru var. Bütün hər tərəfi cam balkondur. Hündür tavan şüşəbəndlə təmir olunub. Sırf istirahət eləmək üçün nəzərdə tutulub. Bura. İndi isə buradan çıxıram, gedirəm o birisi söhbətgahlara. Baxın, bu açıq söhbətgah, bu bağlı söhbətgah. Sonra gedək. Ev ümumi olaraq 1 mərtəbə, 2 mərtəbə, üstündə plus mansarddır. Mansardda 2 yataq otağı, sanitar qovşaqları, evin də daxilində. Oranı göstərək, yoxsa göstərək axırda. Gəl keçək buranı da göstərim. Tam mərkəzdə olan, bayaq demişdim. Yanları açıq, hündür, üstü
gözəl bir günbəz kimi düzəlmiş söhbətgahdır. Bütün əşyalar qalacaq. Bütün əşyalar. Maşallah, maşallah. Həyətdə çox gözəl gül, çiçək, hər bir şey, yaşıllıq superdir. Çox qəşəngdir. Baxın, buradan bu gözəllikləri göstərə-göstərə sizə gedəcəm düz axıra qədər. Düz axıra qədər. Əl zəhmətidir hamısı. Allah canların sağ eləsin. Həm ev sahibinin, həm də bu həyətə baxan gözətçi, sonra bağban, bura bax, maşallah. Sakitçilik. Elə bil ki, Qəbələdəsən. Elə bil ki, Qubada Qəçrək çayının qırağındasan. Baxın. Bu da əlavə olaraq bir söhbətgah. Buranın yanları açıqdır. Orada da bir söhbətgah var. Yanları açıq. Bir dənə ki, onun yanında mətbəx var. Mətbəxi də sizlərə qısa olaraq göstərəcəm. Bu şəlaləni də göstər buradan. Belə. Sonra isə keçək oranı. Bir dənə ev sahibləri oradadır. Mən sizə təqdim edəcəm oranda, Allah qoysan. Gedək. Gəl. Gəl, keçək. Salam əleykum. Dəyərli izləyicilərimi qısa olaraq göstərəcəm. Burada mətbəxdir. Həyətdə istifadə eləmək üçün mətbəx. Çox geniş, böyük bir mətbəx var evin həyətində. Bu mətbəxdən demək olar ki, qış, yay istifadə edirlər. Qış, yay buradan istifadə edirlər. Keçək. Mətbəxin yanında manqal da var. Ayda bu güldən nə qəşəng, ən xoşuma gələn güldür, sarmaşıq gülü. Gəlin, burada da ki, möhtəşəm bir söhbətgah, oturmaq üçün. Golf oynaymaq üçün. Bu da söhbətgahın biri. Burada düz oturmaq üçün, burada da dəyirmi stol qoyub, mərmər daşdır. Bütün əşyalar qalacaq, əziz izləyicilərimiz. Bütün əşyalar qalacaq Allahın köməyi ilə. İndi isə keçirik biz evin qarşısından birbaşa hovuza. Burada da belə bir yelkəndən söhbətgah düzəldiblər. Oturmaq üçün, gün şüaçı gün olanda istirahət eləmək üçün nəzərdə tutulub. Bilirəm, dəyərli izləyici, bilirəm, deyəcəksiniz ki, bu həyətdə nə qədər söhbətgah var. Vallahi Allah Taala buranı yaradıb bilsən nə üçün bugünkü gündə? Burada bir dənə restoran, burada bir dənə, nə bilim, bəlkə də otel də eləmək olar. Evi otel eləyirsən, həyəti restoran, sakit bir ərazi, qonşular heç bir problem yaratmaz. Çünki elə də tam yaxınlığında sıx qonşular yoxdur. Burada bir dənə restoran olar, dəyərlicə. Restoran. Sahibi də deyir ki, olar. Əslində, deyir olar. Sadəcə oğlan lazımdır. Bizim müştərimizdən biri çıxacaq, alacaq buranı, eləyəcək restoran. Mən də hər gün gəlib gedəcəm bura. Budakı hovuz 5 metrənin 15 metrəyə olan filtrli hovuz. Şəlaləsi yanında yenə də oturmaq üçün nəzərdə tutulmuş söhbətgah, stolu, xurma ağacları, palma ağacları, maşallah. Sizə deyim də, evin qabağından, bunların hamısını təqdim eləyəndən sonra, evin qabağından, lap hovuzun yanından, buranı görəndən sonra, o kiçik bar stolun görəndən sonra sizə 100% deyirəm ki, buradan gözəl bir gələcəkdə tanınmış bir restoran çıxar. Amma bir daha söyləyirəm, bura əslində bugünkü gündə villadır. Hamı bilirəm, deyərsiniz ki, villadır, niyə bura restoran deyirsiniz? Pis mənada demirəm, yaxşı bir mənada deyirəm. Gələcəyində kimsə buranı villa kimi alıb istifadə də eləyə bilər, yaşamaq üçün çox qəşəng keyfiyyətli inşa olunmuş bir villadır və yaxud da sərmayə yatızdırıb restoran kimi istifadə eləyə bilər, böyüdə bilər,
gələcək üçün çox möhtəşəm bir gəlir mənbəyi, gəlir. İstirahət mərkəzi. 36 sotun içərisində Şuvalan parkdan aşağı düşdün. Məsəl üçün, Hüseyin bəyin restoranı. Gedək. Qonaq evi. İkinci mərtəbə əslində qonaq evi deyimdə, dəyərli izləyicilər. Birinci mərtəbə çünki istirahət yeridir. Sauna, parnol, nə deyirsən var. Gəl. Oy, maşallah. Ay, maşallah. Gəl. Sen gördün biz de gördük. Ya Allah. Taxtdan, buradan gələn taxta iynə bax. Susundan yanına, xaldınkin içərisində gör nə var. Susundan yanına. Bə. Раздевайся, будет жарко. Oy, maşallah. İki dənə duş. Yan bayan. İkisi də duşdu. Biri soyuq su. Çəkməyə o şeydə bir dəfə ardıydı. Sauna. Parnoy. Ayaq yolu. Gəl keçək. Oy. Təzədə istifadə olunur. Türk hamı. Buranı göstərdim də, düzdür. Bu da asım yerindən gedək, bu mənbaha başı gəlir. Getdik. İkinci mərtəbəyə qalxaq. Ora qonaq evdə yataq otaqlarına. Qalxaq ikinci mərtəbəyə. Gəl. Gəlirsən? Gəl qalxaq qonaq evinə. Gəl. Ya Allah, maşallah. Hamısı səliqəli, səhmanlı. Bura qonaq evidir, dəyərli izləyicilər. Burada TV stand, burada mətbəx, soyuducu, kondisioneri, Wi-Fi xətti, hamısı mövcuddur. Sonra gəlirik. Burada yataq otağı da, yataq dəstini söküblər, təzəsi gələcək bura inşallah. Təzəsini qoyacaqlar Allahın köməyi ilə. Yataq dəsti, yataq otağı və daxilində sanitar qovşağı. Bu köməkçi ev idi, köməkçi, qonaq otağı. Əsas evə hələ girməmiş, indi girəcək inşallah. Keçək. Evin arxasında da, dəyərli izləyəcək, baxın, evin arxasında texniki otaqdır, sonra hamam, tualet, qadın üçün, sonra duşdur. Burada hamısı əlavə olaraq tikilib evin arxasında. Əsas girişdən əlavə olaraq burada köməkçi giriş də var evə. Gedək evin ümumi giriş qapısından evin içərisinə daxil olaq. Gəl, evin ümumi giriş hissəsi birinci dəhlizdir, geniş dəhlizdir. Əqqabı çıxar zəhmət olma, sonra tapçıqa var. Giyin, başım var olsun. Sonra divarın içərisində dolabdır. Çox hər yeri açmayacam, əziz izləyicilər. Evdə yaşayış olduğu üçün çox eşələməyim. Sadəcə göstərirəm. Birinci mərtəbə, bundan əlavə olaraq da bu evin yarı zirzəmisi var. Keçdim, dəhlizdir. Dəhlizdən sol tərəfdə belə keçirik. İkinci mərtəbəyə qalxmaq üçün pilləkəndir. Burada kiçik bir istirahət güşəsidir. Sonra buradan qalxırıq. Keçirik, qalxırıq duran. Mətbəx mebeli. Mən burada başımı qarışdı, açdı. Həm orada pilləkən var, həm burada böyük bir pilləkən var, həm də burada pilləkən var. Gəl keçək, gəl, labirint. Çox. Burada köməkçi bayaq giriş idi dedim. Buradan da yuxarı ikinci mərtəbəyə qalxmağa pilləkən var. Buradan da pilləkən var.
Buradan da pilləkən var, amma mən tam mərkəzdən istifadə edəcəm. Çünki o mərkəzdəki çox böyük və geniş pilləkəndir. Burada sanitar qovşağıdır, ümumi. Bəh, çox səliqəli, qəşəng. Birinci mərtəbədə yerləşən sanitar qovşağıdır. Bura evin geniş, böyük bir qonaq otağıdır. Maşallah. Və bu mərkəzi pilləkəndən qalxıram ikinci mərtəbəyə. Gəl qalxaq. Deməli, evin daxilində 5, 6, 7 dənə yataq otağı var. İndi biz hal-hazırda ikinci mərtəbədəyik. Evin döşəməsi hamısı bütöv olaraq parketdir. Qalxdım, sanitar qovşağı. Bir dənə böyük bir geniş yataq otağı. Dəyərli izləyicilər, bilirəm, deyəcəksiniz, əvvəlcədən tanış olmamısan, ona görə belə deyirsən. Bu mərkəzdə yerləşən pilləkən ancaq bu yataq otağına aiddir. Sanitar qovşağı yataq otağı. Geniş, böyük bir ev. Qalxaq gidiyoruz pilləkən. İzləyicilərimiz, bayaq qalxdığım pilləkən tam olaraq bir dənə geniş, böyük bir yataq otağına aid idi. Sanitar qovşağı ilə birlikdə. İndi isə bayaq mən gəldim bura, pilləkəndən qayıtdım. Qayıtmışqa qayıtmamalıymışam. Buradan qalxıb ikinci mərtəbəyə qalxacaqdım. Gəl, gedək. Hələ mansarda qalxmaq üçün bu pilləkəndən istifadə edə bilmərəm. Obusu pilləkəndən istifadə edəcəm. Buradan düşməliyəm aşağı, keçməliyəm obusu pilləkəndən, mansarda qalxmalıyım. Maşallah, maşallah. Hələ. Ya Allah. Bir yataq otağı. Çıx. İkinci yataq otağı. Geniş, böyük bir yataq otağı. Daxilində sanitar qovşağı. Üçüncü yataq otağı və tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Buna deyirlər geniş təqdimat. Həyətdən yox, bütöv olaraq təqdimat edirəm də. Nə gördüm, hamısı eləmişəm. Gəl, gedək o tərəfə. Gəl. Evin ümumi girişindən keçdik, düz oradan gəlirsən bura. Buradan arxaya çıxış qapısı var. Giriş-çıxış qapısı var. Əlavə olaraq mansarddan kimsə istifadə eləsə, buradan evin içərisinə girməmiş, buradan istifadə eləyə bilər. Və yaxud da evin içərisindən keçid. Gəlirsən, buradan istifadə edib, mansarda qalxırsan. Bu pilləkən, üzr istəyirəm, bu pilləkən, bir dilim dolaşır. Bu pilləkən ancaq mansarda qalxmaq üçündür. Ya Allah'ın adı, ya Allah, bismillah. Gəldik, çıxdıq. Əziz izləyicilərimiz, dəyərli izləyicilərimiz, orada biz 11 sotda ev tikirik. Bizə yaxın ərazidir. Baxın, bax orada. Mən orada qısa olaraq təqdimat eləmişəm. 11 sotda orada bizim evimizin tikintisi başlayıb. Ya Allah, keçdim. Mansard nə gözəldir, nə qəşəkdir. Səliqəli, təmirli, hər şeyli olan. Keçən kimi sağ tərəfdə sanitar qovşağı göstər. Sol tərəfdə yataq otağı və yaxud da yataq otağı da əslində, amma qardırob kimi də istifadə eləmək olar. Geniş zal. Bunları yığışdırırsan buradan. Bura qoyursan bir dənə geniş, böyük bir bilyard stolu, idman alətləri. Hələ özü, yəni idman eləmək üçün hələ bura qalxıb düşmək hələ özü bəsdir. Bu da yenə bir dənə otaq. Pəncərəsi də var. Yataq dəsti qoyulub. Sonra burada da maşallah. Burada da bir dənə kiçik balaca bir kim hissəsə mətbəx kimi nəzərdə tutulub, amma boşluq qaz sobası qoyulub. Buradan da ki çıxaq. Gəl. Bəs hava dəysin, biraz baxaq buradan.
Oy 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 oy. Maşallah. Həyətin gecə görüntüsü. Düz oradan bax belə düz bura qədər çəkirsən, göstərirsən. 36 sot, 36 sot. 700 kvadratdan çox böyük bir ərazisi olan, yəni tikilisi olan bu villa bugünkü gündə satılır. Əziz izləyicilərimiz, qiymətdə endirim olmayacaq. Qiymət neçədir? 2 milyon manat. Yazıçılar Birliyinin pansionatıdır, təzə tikilib. Ondan qabaqda Şuvalan parkdır, görsəniz buradan mən görürəm. Polis Akademiyası, Dresdə Azal Arena. Maşallah, buradan da qalxırsan, ətrafımızda kimin evi varsa, böyük villalar varsa buradan görmək olur. Əziz izləyicilərimiz, çox möhtəşəmdir. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.